Xan qızı. Xurşidbani Natəvan Qarabağ xanlığının banisi, Pənahəli xanın nəticəsi, İbrahim Xəlil xanın nəvəsi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızıdır. Xurşidbani Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanının adını vermişdi. O, ailənin yeganə övladı idi. Buna görə də sarayda onu tək varis deyə çağırmışlar. Xalq arasında isə xan qızı adı ilə məşhur idi. Xurşidbani dövrün alim və sənətkarlarından dərs almışdı. Müxtəlif elmlərlə tanış olmuş, ərəb və fars dillərini mükəmməl öyrənmişdi. Mütaliəyə olan həvəsi Xurşidbanını ədəbiyyata bağlamış, özü də şeir yazmağa başlamışdı. Xurşidbani eyni zamanda cəsarətli addımları ilə adını Azərbaycan tarixinə yazdırmışdı. Banu bəyim hələ gənc yaşlarında olarkən atasından qalan mülkləri geri qaytarmağı canişindən tələb etmişdi. Bu məqsədlə Tiflisə gedən Banu bəyim burada canişinin köməkçisi Xasay bəylə tanış olur və onlar ailə qururlar. Xurşidbanu bir müddət Tiflisdə yaşamalı olmuşdu. Şəhərin səfalı yerləri, təbii mənzərələri ona xoş gəlsə də, burada yaşamağa məcbur olduğu üçün sıxılmış, qəriblik çəkmişdi. Natəvan Tiflisdə yaşayarkən kübarlara məxsus davranışı və 3 dildə sərbəst danışması ilə ətrafda maraq oyatmışdı. Bir sıra şəhərlərə səyahətə çıxması Xurşidbanının dünya görüşünün artmasına təkan vermişdi. Xurşidbanu Azərbaycan tarixində təkcə yazdığı şeirlərlə deyil, xeyirxahlığı ilə də ad çıxarmışdı. Natəvan həmişə kasıbların, kimsəsizlərin yanında olmuş, çətin günlərdə onlara əl tutmuşdu. Şuşaya su çəkdirmiş, içməli susardan əziyyət çəkən cəmaata kömək etmişdi. Onun çəkdirdiyi bulaq Xan qızı bulağı adı ilə məşhurdur. Dinləmə mətninə əsasən sizə verilmiş analitik, düşündürücü sualların cavabını izləyə bilərsiniz.